Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Hər birinizi Dadaş bir kanalda salamlayıram. Bugünkü bizim dərsimiz ERGP-yə həsr olunacaq. Yəni qısaca basic səviyyəsində bir praktika edəcəyik. ERGP Cisco-ya məxsus hibrid routing protokoludur. Yəni distance vektor və link state xüsusiyyətləri. Link state də bildiyiniz kimi OSPF-ə aiddir. Xüsusiyyətləri barəsə fast convergence, yəni tez toparlanmaq, loop free, döngəsiz marşrut seçimi və bandwidth və DWI əsaslı metrikası. Bax, şəklini də mən sizə göstərim. Baxın, ERGP yəni topologiyası belə olur, gördüyünüz kimi routerlar arasında. Və gəlin birincisi başlayaq. Metrika, yəni ölçü necə hesablanır? ERGP-də deməli formula belə hesablanır. Bandwidth, yəni ən zəif linki, delay ümumi gecikmə. Sadələşdirilmişdir, yəni bandwidth kilobit ilə bildiyiniz kimi hesablanır. DWI isə microsecond üzrə. Bu metrika nə qədər kiçikdirsə, router o qədər də yaxşıdır. Və OSPF-də belə bir xüsusiyyət var. FS deyirlər, Feasible Successor. Yəni backup route, yəni bu routerlardan biri FS ola bilər. Backup route ehtiyat yox. Yəni məsəl üçün bu bizim təsəvvür ki, bu bizim qonşu routerımızdır və reported distance, yəni sənin feasible distance backup-ı ölçür və göndərir. Yəni sadə izahla successor əsas yoldur, alternativ yol dediyimiz kimi FS-dir. FS varsa failover instant olur, çox sürətli. Və dual ERGP-də deyilən bir şey var. Dual diffusing update algoritm. Dual yəni ERGP-nin beyni də həmçinin ona deyirlər. Beyin kimi də hesablanır. Yəni funksiyaları loop free routing təmin edir. Ən yaxşı yol. Görürsünüz ki, burada bizdə yolumuz var. Ən yaxşı yol və backup yolunu saxlayır. Dualın vəziyyəti passiv də ola bilər. Yəni hər şey normal. Aktiv isə yəni yeni route axtarır. Yəni yeni bir marşrutizasiya axtarır. Paket tracer'da da belə gedir. Gəlin bir 3 dənə router qoyaq. 1, 2 və 3. Belə bir formada qoyaq. Bunları deməli connect edək. Aha, bu bizim belə deyək də bir yolumuzdur. Belə word ilə deyək. Birinci gəlin bunların adını yazaq. Router 1. Router 1'imiz artıq var, bizim ehtiyac yoxdur. Router 1'imiz gəlin olsun bu. Onu belə eləyək, bizə gözüksün. Deməli, router 1'imizi qoyuruq bura, router 0'ı belə qoyaq və 2'ni də qoyaq belə. Bu bizim birinci routerımızı. Gəlin bunu bir balaca bir dənə konfig eləyək. Deməli, gördüyünüz kimi Cisco IC1945 seriyasıdır. Gigabit Ethernet'ləndir. AUX və konsolu da var. Deməli, burada biz yenə də no. Gəlirik enable, configure terminal. Deməli, belə bir komanda yazıq. Router ERGP1 network'u gəlin verək 192.168.1.0 0.0.0.255 və yazırıq no auto summary. Getdi. Bu bizim birinci routerımızdır. Keçirik ikinci routerımıza. Burada da yenə də eyni vəziyyətdir. Deməli, burada no enable configure terminal. Deməli, yazırıq router yazırıq network 190. Burada 2 dənə biz network əlavə edəcəyik. 192.168.2.0 yenə də no auto summary və end. Buradan da çıxdıq. Tamam. Və keçirik üçüncü bizim routerımıza. Yenə də enable conft router
Görürsünüz, 2-ni orada da verdim, burada da verdim. Bəli. Konfigür elədik. İndi ERGP-ni yoxlamaq üçün gəlin bir router 1-ə girək. Görürsün, səhv yazdım. Görürsünüz, IP ERGP enables for process 1. Çünki biz bayağı ERGP 1 yazdıq onu. Və show IP route. Belə bir komandanı yazaq. Gördüyümüz kimi network'ımızı göstərir. Router ERGP1. Yəni nə eləmişiksə no auto summary hamısını burada avtomatik göstərir. Və FS-i yoxlamaq üçün belə bir komanda yazaq. Show IP görürsünüz. Passiv, aktiv, update, query, reply, status. ERGP topology table SAS1 ID. Yəni bizdə aktivdədir. Success burada yəni biz successor'ımızı görürük və feasible-da əgər varsa. Və fail test isə nə üçündür? Fail test linkin birini söndürməli. Biz məsəl üçün bayaqları router mən baxım onu dəqiq deyim sizə. Yəni router 2-yə enable conft interface G0/1 əgər 2 dənə varsa bizdə 0/0'dır. Bizdə əgər sizdə 2 portluq router varsa interfacedə gigabit ya 0'da ya 0.1'də shutdown ediyor. Nəticədə yəni FS varsa dərhal router dəyişəcək. FS yoxsa dual dərhal aktiv olacaq. Metrikanı isə belə biz dəyişə bilərik. Metrikada belə dəyişilir. Deməli, yenə də n conft interface G0/0 yazırıq bandwidth minimal yazaq 64, delay də yazaq, yəni yazaq 10.000 və enter. Daha sonra show IP route. Show IP route'da kodekslərimizi biz buna get failures override is not set. Təbii ki onu biz eləməmişik. Yəni router dəyişsə metrikanın təsirini biz artıq buradan görə biləcəyik. Yəni nəticədə metrik yolun keyfiyyətidir. Successor əsas yol, feasible successor hazır backup'dır. Dual isə qərar verən alqoritmdir. Yəni nəticədən bu çıxır. Yəni ERGP-də sadə konfigurasiya bundan ibarətdir. Daha əsas çox topologiya vardır. Siz yəni bir neçə dənə router üzərindən də praktik eləyə bilərsiniz. Sadəcə olaraq mən bir neçəsinin üzərindən, yəni basic səviyyədə elədim. Bugünlük bu qədər dostlar. Gəlin görüşərək, sağ olun.